Baxaq bu suala. 2 üstəgəl 1 bölünsün, 2 üstəgəl 1 bölünsün, 2 üstəgəl 1 bölünsün. Bu şəkildə sonsuz sayıda davam edir və bizə deyir bu ifadənin qiymətini hesablayın. Bu zaman nə edirik? Başlayaq həll eləməyə. Buna bir A deyirəm. Bu ifadə A deyirəm. A demişəmsə bu ifadə əgər A-ya bərabərsə, onda buradan baxsaq, bu hissə də A olacaq. Çünki onsuz da sonsuz sayıda davam edir. 2 üstəgəlsin 1 bölünsün. A bərabərdir A-ya. Hər tərəfini A-ya vursaq, A kvadratı bərabərdir 2A üstəgəl 1-ə. Bərabərin hər tərəfini A-ya vurduq. Buradan da A kvadratı çıx 2A çıx 1 bərabərdir 0-a. Diskriminant bərabərdir 4 üstəgəl 4 bərabərdir 8 olacaq. A1 bərabərdir 2 üstəgəlinsin kök 8 böl 2. Bu deyəcək. Deməli 2 üstəgəl 2 kök 2 böl 2. O da bərabərdir 1 üstəgəl kök 2'yə. A2 də olacaq bunun 1 minus kök 2. İndi buradan baxırıq. Burada 1 minus kök 2 mənfi olduğuna görə və bizdə də bunlar müsbət ədədlərdir. Müsbət ədədlərin cəmi müsbətdir. Ona görə bu kənar kök olur və cəm olacaq 1 plus kök 2. Deməli 2 üstəgəlinsin 1 bölünsün 2 üstəgəl 1 bölünsün 2 üstəgəl 1 bölünsün 2 üstəgəl 3 nöqtə. Bu bərabər oldu nəyə? 1 üstəgəl kök 2'yə.